Aleyküm. Yəqin bilirsiniz də bu nədir? Ürəkdən çıxıb beyinə qan daşıyan şah damarıdır. Allah Teala bu ki, "Və nəhnu əqrabu ileyhi min hablil varid." Biz insana şah damarından daha da yaxınıq. Bu ayə onu göstərir ki, Allah insanın boynunda ən yaxın olan şah damarından da bizə yaxındır. Yəni Allahın hər şeyi bilməsi, görməsi, nəzarət etməsi, sadə dildə desək, sənin düşündüyün hər şey, ürəyindən keçən fikirlər, heç kəsə demədiyin hissləri Allah bilir. İbn Qeyyim bu ayə haqqında deyir ki, Allah insanın qəlbindən keçəni, gizli fikirlərini, niyyətlərini tam şəkildə bilir. Hətta insan özü bəzən niyyətini tam anlamasa da Allah onu bilir. Bu ayə onu göstərir ki, insan tək deyil, Allah hər an elmi ilə səninlədir. Ona görə də insan gizlində də, aşkarda da özünü nəzarətdə saxlanmalıdır ki, Allah bizə şah damarından da yaxındır.